gec buraxırlar ki, dəqiq bu şəkildəki vəsiqədəki sizsiniz. Hamı mindi, biz də hamıya qoşulduq, mindik. Hava basımızı tapdıq və minirik. Bir də üstümdən keçir. Türkiyəyə gəlməyimizə 3 gün qalmış. Halbuki biz bileti almışıq. 4 ay olar. 4 ay bundan qabaq. Tapın görün buradan niyə almırıq? Çünki 1907-də qurulubdur. Fənərbağçandan eyni vaxtda. Nə gözəl. Kənanga Taksim. Və cəmi 25 manata mənə 10 GB internet paketi verdi. Gedirik hara? İstanbula. Artıq neçənci dəfədir ki, mən sərhəd keçəndə yəni məni gec buraxırlar ki, dəqiq bu şəkildəki vəsiqədəki sizsiniz. Deyirəm, vallahi billahi. Kameralar tanımadı. Kitab gətirdilər, 50 qılana basandan sonra inandılar ki, o nigarmışdı orada. Vallahi. Ondan sonra baxdılar. Bizim təyyarəmiz gəldi, çıxdı. Təyyarədən düşüb, belə bir avtobusa mindik. Hamı mindi, biz də hamıya qoşulduq, mindik. Daha bir şey hara girdik. Bir Allah avtobusu. Bilmir yara gedirik, sadəcə hamı mindi, biz də mindik. Və budur, gəldik, çıxdıq. Hara gəlmişik? İstanbula. Getdik. Gedək İstanbulu gəzək. Sabiha Gökçəndə duty free-yə girdik. Axtardığımız hər şey var. Düzdür, qiymət olaraq yalan deyərəm, yəni tam da məlumatım yoxdur qiymətlər barədə. Ancaq baxıram ki, çeşidlər də çoxdur. İndi gəl sən buradan nəsə almadan çıx. Yəni bildiyin böyük bir günah olar. Hava limanından çıxdıqdan sonra metro, taksi və hava busdan istifadə edə bilərsiniz, hava bastı. Təbii ki, bizim də seçimimiz hava bası oldu. İndi gedirik, görək Taksimə tərəf. Nə qədərə gedir və nə vaxta çatırıq. Hava basımızı tapdıq və minirik. Hava limanından çıxan kimi ilk işimiz bizi Taksimə götürə biləcək nəqliyyat tapmaq oldu. Burada dediyim kimi 3 vasitə var idi. Taksi ilə metro, hava basda. Əslində biz gəlməmişdən qabaq araşdırmışdıq və hava basının daha sərfəli olacağını düşündük. Hava limanından Taksimə qədər hava bas bizi aparacaq və qiymətlər bir nəfər üçün 440 TL'dir. Buradakı nəğd satır. Ancaq kartlar 520 TL. Bu da bizim otelimiz. Yamalya otel. Çöldən çox göyçək görüntüsü var. Girə görə içərdən necə görsənir otelimiz? Bu da otelimizi tutduğumuz küçə. Bu da hamam. Əslində dedilər ki, bu küçə çox səs-küylü küçədir. Belə deyim də, Taksimin ən səs-küylü küçələrindən biridir. Yəni gecə musiqi səsi falan çox olsa, əgər narahat olacaqsınızsa, indidən biz sizə məlumat verək. Dedik, eybi yoxdur, onsuz da gəzməyə gəlmişik, problem yoxdur, bir neçə gündə narahat yatsaq da olar. İndi isə çıxırıq ilk növbədə Taksimi gəzməyə. Yəni ki, biz bunları görmüşlər üçün yox. Yəni İstanbula ilk gedəcək olan kəslər üçün ki, nə edəcəklər haqda məlumata sahib olsunlar. Necə ki, biz bura gəlməmişdən öncə bütün Bura bilsən haradır? YouTuberların İstiqlal Caddəsi. Məşhur qırmızı tramvayın getdiyi küçədir bu. Ha. Böyle bax. Bir də üstümdən keçir. Otelimiz yaxşı yerdədir. Yaxşı tutmuşam da mənə. Şimdi tutubdur, mən tutmuşam. Hə, özü oteli bilirsiniz nə vaxt tutubdu. Türkiyəyə gəlməyimizə 3 gün qalmış. Halbuki biz bileti almışıq. 4 ay olar. 4 ay bundan qabaq. Biz 4 aydır otel axtarırıq. Bu da Taksimdə, İstiqlal Caddəsində yerləşən Qalatasaray Lisesi. Aşkın Mabedi. Yəni dur orada sənin şəklini çəkin. Qalatasaray deyəndə qüdrət özünü itirir.
Qəşəng küçədir. Elə. İstiqlal Caddəsi də İstanbulun mərkəzi küçəsi. Yəni özünü Türkiyədəymişsən kimi hiss etmirsən. Çünki xarici vətəndaşlar çox, hədsiz çox. Ha, Tomun qohumları da Burada keçdi. nədir? Meyvələrdən nəsə? Görək. Meyvələrdən 3 meyvə var. Üçü də içməli. 3 deyildi, orada çox uydu. Nə qəşəng binadır, buna bax. Hansı? Pulun ola buna alasın elə. $2 manat. Hə? 50 TL, 2 manat. Hə. Amma yaxşı deyillər məncə. Beğenmedin. Magnetlər. 50 TL yox. Gidiyor. Yaxşı görsəm, keyfiyyətsizdir. Aa, 25 TL də orada. O yaxşıdan şüşədir. Gedək baxaq. Bayaqki yerdə 250 TL idi. Burada 25 TL. Bazı şüşədir bunun mənası. Gərək çəkməzdik. Hədiyyə alanda indi gecələr bizə Elə dəmirlər var 100 TL-dir hədiyyə var. almışsınız. Elə dəmirlər var 100 TL-dir. Qəşəng fincanlar var. 3D qəşəngdir. Hayırlı işler. Şöyle. Bunlar neçədir? Bunlar şey için değil mi? 100 TL. Vodka için değil mi? Tekiladır deyə. Biz tekila içiyoruz, biz vodka içiyoruz. Aa, bizim manatımız. Bu da qəşəngdir. İndidən dartdım vətən üçün. Tamam o yüzden. Ha bu magnet qəşəngdir, bunu Mənim götürək. kimi bizə pul kolleksiyası verir. Magnet qəşəngdir, buna bax. Nə qəşəng Buna bax. xalçalardır. Şöyle bir. Ha, suvenirlər. Gel. Ay, nə qəşəng yerdir bura. Bura bir restoran deyəsən. Bura restoran. Sağ olun, yeri bəyəndik girdik baxmağa, menüyə də baxarıq. Başım üstünde abi. Başınız var olsun. Sağ olasın. Ha, Rusça da var. Evet, Основное блюдо. Rusça da var, sorun değil. O ayrı bir şey. Nasıl danışmak istersen de. Rakıya. Burada Koska 1907 İstanbul Türk şirniyyatları dükkanına girək görək burada nələr var və qiymətlər Tapın görün buradan niyə almırıq? Çünki 1907-də qurulubdur. Fenerbahçe'nin eyni vaxtda. Evet, bunlar öyle. Bir qadın olaraq girən kimi ilk nəzərimə çarpan bu oldu. Qiymətim Baxılamaz sən. 85 TL. Şmaniyələr, halvalar, Türk şirniyyatları, lokumlar. Ha, bu da belə. Belə bir paketlənmiş formada da satılır. Qiymətləri. Belə şirin corablar var. Buradayıq da daha gəzirik. Birini hədiyyə aldım. Aldığımı göstərməyəcəm. Aldığım adam üçün sürpriz olsun. Gəzə-gəzə gəldik Qalata Kuləsinə. Çıxdıq. Qalası bizim dildə desək. Vay, maşallah insanlar. Deyəsən şəkil çəkdirmək istəyirlər, mane olmaq keçək tərəfə, yavaş ol. Bu da
Çox məşhur Qalata Kulesi. Tiket 30 euro. 30 euro. Hı. Wow. Qalata Kulesi'ne 60 manat. çıxış 30 eurodur. Turistlər İstanbulun məşhur pişikləri. Pişdən başa düşdülər. Nəsə qarışıqlar var. Burada qəşəng endirimlər var. Belə bir masaj kreslosu tapdıq. 5 dəqiqəsi 50 TL. Pul saldıq, indi isə özümüzü masaj elətdiririk. Bu yorğunluğun ardından çox gözəl təsir edir. 2 saatdan çox təyyarədə qalmaq, saat yarım avtobusla yol getmək, onun üstündən də nə qədər piyada getmək. Məncə nə gözəl. Masaj deyirəm sizə. Yorğunluğumuz çıxdı. Ləzzət elədi. Və belə qərara gəldik ki, onsuz da otelimizə yaxın yerdədir. Hər gün yürüyüşdən və gəzintidən sonra mütləq gələk, Bowlingə də baxaq. masajımızı elətdirək. Çox da sərfəli qiymətədir. 5 dəqiqəsi 50 TL. Bizim puldan 2 manat eləyir. Nətər? Hətta istəsəz 10 dəqiqəsi 100 TL. 5 Çox dəqiqəsi sərfəlidir. 2 manat, 10 Burada dəqiqəsi bəzi 4 manat. şeylərin qiymətləri bizimlə müqayisədə. Bu da oyun zalı. Bowling. Hoş gördük. Abi fiyatları bilmək istəyərəm. Ha, burada yazmış değil mi? Həm bilyardı maraqlanmaq istəyirəm. qəşəng bir Fiyatlarını, yer həm tapmışıq. bowlingi. İçində hər şey var. Masaj var, Aha, bowling 200 TL. var, Sürə, bilyard var. sürə nə qədərdir? Taksimdə axşam gəzintisinə çıxmışıq. Baxın, Hayırlı arxamızda. Ramazanlar. Xoş gəldin Ramazan yazılı məscid. Maraqlı görünür, qəşəng görsənir. Qəşəng gəzdik, yorulduq, getdik masajımızı elətdirdik. Çıxdıq yenə yürüyüşə. Yaxınlaşdırsaq da onu. Mən o vaxtı burada olanda bunun ətrafı belə bağlı deyil. Yaxından şəkillərini çəkmişdim. İndi bağlı var ətrafını. How can I get Taksim? Hər yerdə Qalatasaraydır Taksim. maşallah. Taksim deyəndə yadıma düşür. How can I get Taksim? Nə qəşəng görsənir. Hmm, Biz də bura gəlməmişdən qabaq düşünürdük ki, Türkiyədə internetdən necə istifadə edərik və orada nömrədir, internet paketdir filan, onları necə əldə edə bilərik. Bunu elə Türkiyəyə gəlməmişdən qabaq özüm araşdırdım və ChatGPT ilə yazışma zamanında mənə belə bir linklər göndərdi ki, həmin linklərə daxil olaraq elektron nömrəni aldım və həmin nömrədə qeyd olunan QR-ı telefonuma tanıtdım. Roamingə keçsəydim, mənə 40 manata 5 GB internet verəcəkdi. Ona görə də elə ən yaxşı sərfəlisi budur deyərəkdən bunu da etmiş oldum. Və cəmi 25 manata mənə 10 GB internet paketi verdi.